Biraz vaxt verin, görəcəksiniz. Praktika necə rüsva eləyəcək bu sistemi. Bu sistem göz önündə çökməkdədir. Bugünkü gündə mövcud şəraitdə bəşəriyyətin dərdlərini hərdən biz sadalayırıq xütbələrdə. Bəşəriyyətin, insanlığın dərdlərindən biri də ağılsız elmin dünyaya hakim olmasıdır. Bu zarafat məsələ deyil. Bugünün ən böyük bəlası budur ki, dünya miqyasında qlobal sistemin işi nədən ibarətdir? Ağıl nurunu söndürməkdən. Qlobal sistem buna işləyir. Ağlı alıb elm verirlər, zahiri bir qədər elmdə inkişaf sıçrayış olub, indi məğrur olublar ki, qərb yavaş-yavaş nöqsanlar üzə çıxmağa başlayıb. Bu ağılsız düzənin, elmin inkişaf elədiyi, ağıl nurunun söndüyü düzənin nöqsanlar üzə çıxmağa başlayır. Elm fəsadın xidmətçisidirsə, deməli ağıl yoxdur bəşəriyyətdə. Və bu sözdən əksinə dinin əleyhinə həmişə istifadə edilir. Siz gözəl danışırsınız, biz isə praktik nəticə əldə edirik. Amma darıxmaq lazım deyil. Biraz vaxt verin, görəcəksiniz. Praktika necə rüsva eləyəcək bu sistemi, dünyaya hakim olan bu sistemin yetərsizliyini necə sübut eləyəcək? Dillərə düzəni faizdə sayarlar. Ağılsız bir düzənin heç bir perspektivi yoxdur. Nə qədər elmə təşviq etsə də, qətiyyətlə deyirəm, heç bir perspektivi yoxdur. Qısa müddətli sıçrayışlar ola bilər, amma həll edici bir nəticəsi olmayacaq. Bu sistem göz önündə çökməkdədir, çökür. Yeganə səbəb nədir? Ağla əsaslanmamaq. Bu sistemin ən böyük nöqsanı budur. Dindarlar, din xadimləri minbərlərdən nə dedi? Əxlaqsızlıq, fəsad, ay dünya. Bütün bu söhbətləri qoyaq kənara, sadə dillə deyək, tutduğunuz yol ağılsız yoldur. Bu daha effektiv tənqiddir. Ağla zid yol gedirsiniz. Ağıl olmasa elm azdırır və müasir dünyanın azğınlığı ağıl yolundan azmasındadır. Tələsik nəticələrlə qane eləməyə çalışırlar insanları. Tez effekt verən şeyi deyir, bax görürsünüz, nəticə. Ağıl olmasa elm nəticədə tələskənliyə yol verir. Bəşəriyyətin düçar olduğu dərd budur. Tələskən nəticələrə hesablanmış addımlar. Bir faydanı görür, 100 ziyanı görmür. Amma o saat bir ağızdan, bəs uğur qazanıblaraq, darıxmayın deyirəm. Yenə deyirəm, darıxmayın. Biraz düşünən adamlar görür ki, bu zahiri baş gizəlləndirən uğurun arxasında dərin bir böhran dayanır ki, çox tezliklə. Biz bunu arzulamırıq bəşəriyyət üçün, amma xeyrinədirsə, o böhran növbəti bir mərhələyə keçid olacaqsa qoy olsun. Onsuz da olacaq. Və olur artıq. Mənim zamanım yoxdur, öz görüşlərimi burada təhlil edib sizə geniş çatdırırım. Amma zaman olsa, bu düşünüləsi mövzulardır. Və istəyərim ki, ziyalılarımız, gənclərimiz bunun üzərində düşünsünlər. Məni mütaliəli insanlar daha yaxşı başa düşür. Mən hardan danışıram, hansı mövzulara toxunuram.